Belə bir şükür eləmişsiniz, ilahi, sənə şükür eləyirəm o neymətlərə görə ki, mənə verməmsən. Mənə vermədiyin neymətlərə görə sənə təşəkkür eləyirəm. Sənin verməyində bir lütf varsa, verməməyində də bir lütf var. Lütf bu deyil vermək, lütfün bəzən daha ali təzahürü nədənsə insanı məhrum eləməkdədir. Uşaq deyir atasına ki, kibrit ver, yandırım nəmnəysə. Ata bilir ki, evi oda tutacaq, vermir. Uşaq böyüyəndən sonra deyir, ata çox sağ ol, onu da versəydin, evi yandıracaqdın. Atanın məhəbbəti nəyi tələb edir ki, onu ona verməsin? Biz ancaq istədiklərimizi istəyirik, verəndə şükür edirik, verməyəndə təəssüf, səbr edirik, hələ ən yaxşı halda. Allahın bizə nəyisə verməməyində mən sual verirəm sizə. Sevgidən başqa bir səbəb ola bilər. Oturun fikirləşin, görün, başqa nə səbəb tapırsınız? Xahiş edirəm da vaxt çatıb da bu məsələləri həll eləyək özümüz üçün.